Biz bu stimulu necə əldə edə bilər insan? Bunun üçün Bu bilirsiniz necə bir şeydir. Bir dəfə ki onu yaşayırsan, mənim həyat velosiped sürmək kimidir. Hər zaman deyirəm. Bu velosipedi pedalladığın müddətdə sən gedirsən. Elə ki durdun bir işdə, bir niyyətdə. Sonra getməyəcək o iş. həvəsin ölür. Həvəsin öləcək. Çünki enerji dayandı. Durğun enerji heç bir şey yaramır. Biz daim hərəkətdə olmalıyıq o zaman. Durmadan hərəkətdə olmalıyam. Bəzən məndən sual verirlər ki, ay dostlarım, yaxınlarım və ya pasientlər, ay Murad bəy falan, siz niyə istirahət eləmirsiniz? Misal, bu gün bu qədər neçə seansdan sonra gəlmişəm bura misal. Niyə? Çünki istirahət etmək və yaxud durmaq enerjinin durmasıdır. Enerji bir dəfə durdusa, o tamamilə durur. Bu həmişə dövr eləməlidir. Hər zaman dövr eləməlidir, hər zaman. Bunu həyatda, biznesdə, ticarətdə sınaya bilərsiniz.